İlk öncə sizin medianı salamlayıram. Bu ən mühüm məsələlərdən biridir. Çünki gənclər çox vacib məsələdir ki, hansı ki, insanlarımız bu məsələdə biraz çətinlik çəkir. Ötürüm məsələsində çətinlik çəkir. Turançılıq elə bir düşüncədir ki, biz yeni bir düşüncədə turançılığa yanaşmamız lazımdır. Yeni bir düşüncə. O düşüncə nədir? Çalışmalıyıq turançılığı elə bir formata gətirək ki, bizə gələcəkdə millətçi adını qoymasınlar, əksinə dünyaviçiliyi turançılıqda ortaya qoymağı bacarmalıyıq. Yəni bütün dünyadakı insanlar bizə millətçi damğasını vurmasınlar, əksinə dünyada insanlıq faktorunu ortaya qoyan bir qurum kimi biz bu turançılığı yaşada bilək. Dünyaviçilik nədir? Yəni təkcə indi bugünkü gündə Turan dünyası yaranıb, dövlətlər səviyyəsində artıq bunlar müzakirəyə keçib. Çox gözəl işlər gedir. İndi məsələ nədir? Çalışmalıyıq, yalnız Turan, Türk dövlətləri bizə qoşulmasın. Bunun üçün böyük iqtisadi inkişaf lazımdır və eyni zamanda hərbi gücə ehtiyac var. Bütün dünyada bugünkü gündə baş verən proseslər onu göstərir ki, yəni şərqdə, ümumiyyətlə başqa bir məmləkətlərdə, dövlətlərdə buna ehtiyac var. Turançılıq elə bir formatı seçməlidir ki, bayaq dediyim kimi, həmən liberal düşüncələr, insani düşüncələr, vətəndaşlıq hüquqları prosesini ortaya qoymalıdır ki, başqa dövlətlər, başqa xalqlar da dinindən, irqindən asılı olmayaraq turançılıqda birləşməyə cəhd göstərsinlər, istəsinlər və bu turançılıqda nəyisə biz ortaya qoymalıyıq, nəyisə elə bir səviyyəyə qaldırmalıyıq ki, bütün xalqlar bizə birləşmək üçün can atsınlar. Dünyəvilik bundan ibarətdir. Burada əlbəttə ki, dini proseslər, millətçilik damğaları, ümumiyyətlə bunların heç biri bizə qoyulmamalıdır, üstümüzdə olmamalıdır. Çalışmalıyıq hər zaman dünyəviçiliyi dediyim kimi ortaya qoymalıyıq. Bütün millətləri birləşdirmək, yəni ərazimizdə yaşayan xalqlardan əlavə bütün dünyada yaşayan insanlar və dövlətlər bizə birləşmək üçün can atsınlar.